Hindistanda istehsal olundu. Bəli, Hindistanda istehsal olundu. Mən onu araşdırmışdım o vaxtları. İnsanavin preparatı ilə bağlı araşdırma aparmışdım. Hindistana getmişdim bunun üçün də. Hətta hətta zavoda getmişdim. Və sübut eləmişdim ki, burada çox böyük maliyyə fırıldağı və çox böyük maliyyə yeyintisi var. Fakt. Mən faktdan danışıram. İnsanov da mənə baxmır indi. Baxır, deyir ki, umurumda deyil. İstəyir baxsın, istəyir baxmasın. Sən kimsən babşı? Sən hardan? Sən bu yəhudlərin qucağında oturandan yaman gəlişibsən ha. Kimdir səni belə qabağa tanısan? Sənin ağzından kimdir yer ölçən? Sən kim olursan babşı? İnsanavın dərmanı mən götdüm. Sən nəcədən Hindistanda sən? Necə gedibsən? Sən o vaxt sən gecə gündüz Ekspres qəzetində deyirəm də tezdən axşama ANS-in xəbərlərini diktafona yazıb oradan da köçürdüm. 3 Məmməd Qanarar alırdım. Orada deyirdi, o adın bir şeiri var idi. Bəhmən Vətənoğlu'nun. Deyirdi, qışın boranında, qarda, yağışda Murovun başında nə attırırdın? Nə attırırdın sən Hindistanda? Kim göndərmiş sən Hindistana? Nə araşdırdın, nə tapdın? Yaxşı araşdırdın, gətdin, sübut elədin, deyirsən faktdır. Hanı o faktlar? Gətdin, bax bunu prokurorluğa verdiyin, nə bilim KGB-yə verdiyin, nə bilim bunu gətdin, Daxili İşlər Nazirliyinə, nə araşdırdın? Get, çıxart qoy ortaya da, fakt deyirəm mən. Nəyin faktını deyirsən? Bir daha deyirəm. Mənim gözümün qabağında olubsan, sən yekə-yekə çıxıb ortalığa deyirəm də, yəhudlərin qucağına oturandan bəziləri belə çox gəlişiblər. Elçin Əloğlu. Buladığın quyruq bir gün boğazına dolanar, ha. Deyirəm də, sən oralara, qucaqlara oturandan çox gedirsən belə. Deyirəm, bax, buradan deyirəm. Apardığın o araşdırmalar ki var, ha, deyirsən, Hindistana getdim, araşdırdım zavodu. Sübut qoymasan, səndən şərəfsiz adam yoxdur. Sübut qoysan, mən əl insan o məcbur edəcəm, çıxıb səndən üzr istəsin. Bunu da mən dedim, ha. Mən özüm də səndən üzr istəyəcəm. Ekspres qəzetində ANS-in xəbərlərini oxuyub qanararlanan adam Hindistana getdi, araşdırdı, əl insan oldu. Bax, elə burada deyirlər ki, bilhəqqi, əmduli, yuli mat. Tamamilə. Yəni ki, başıvi hər yerə soxma.